mənzilin içərisində olan əşyaları qiymətləndirmək üçün auksionçu Olivier Chopin-Janvry dəvət edilir. Mütəxəssis və komandası inanılmaz dərəcədə həyəcanlı idilər. Çünki mənzilin 1939-cu ildən bəri açılmadığını başa düşürdülər. Olivier Chopin-Janvry titrəyən əlləri ilə qapını açır və gördüklərindən nəfəsi kəsilir. Mənə elə gəldi ki, yatmış gözəlin qalasına rast gəldim. Auksionçu Chopin bildirirdi. Həqiqətən mənzilin içərisində vaxt dayanmışdı. Antik mebel, rəsmlər, oyma çərçivələrdəki güzgülər, hamısı qalın bir toz və hörümçək toru altında. Köhnə bir odun sobası, masa, kitablar və küncdə təvazökar dayanan Mickey Mouse donuz Porky oyuncaqları. Gənclik illərində Madame de Florian Paris mənzili üçün çoxlu rəsm əsərləri alıb. Bir çox rəsm divarlardan çıxarılmışdı. Deyəsən sahib köçməyə hazırlaşırdı, amma buna vaxtı çatmamışdı. Onların arasından çəhrayı paltarlı bir xanımın portreti xüsusi yer tuturdu. Məlum olduğu kimi Giovanni Baldini tərəfindən çəkilmişdi.